Bir nəfər var ki, əsl qayəsidir imanın. Bir nəfər var ki, əsl qayəsidir imanın. Xəlq olunmaq səbəbi Fatimədir dövranın. Rəsulullah tək əşrəf yaranan insanın qəlbinin meyvəsi də Fatimə-i Zəhradır. Ömrünün cilvəsi də Fatimə-i Zəhradır. Bir xanımdır çəkib Allah məsəl ismətini, gözdə qüdrət hanı seyr etmək üçün surətini, bütün iffətlilər ondan alıb öz iffətini, iffətin zirvəsi də Fatimə-i Zəhradır, Allahın sayəsi də Fatimə-i Zəhradır. Nur Zəhra ilə ziyaləndi vilayət bağı, külli aləmləri heyran elədi əxlağı, Əlinin sirrlərinin məhrəmi, dərd ortağı, onun ilk şiyyəsi də Fatimə-i Zəhradır, batan haqqın səsi də Fatimə-i Zəhradır. Əhl-i beyt eşqinə xalis salavatım vardır, etməyə uğruna qurban bir həyatım vardır. Təbrizəm, inşallah hamımızın adından, Təbrizəm, ərsəy məhşərdə nicatım vardır. Eşqimin qibləsi də Fatimə-i Zəhradır, dilimin kəlməsi də Fatimə-i Zəhradır. O həmi fəxr xudadır, o həmi nurun nəbi. Ona layiq görülüb Ümmi Əbiha ləqəbi. O xanımlar xanımı, xəlq-i cəhanın səbəbi. Onu kim sevməsə Allah ona eylər qəzəbi. Atası xətm-i rəsuldur, ağası Mövladır, mələkut əhlini heyrətdə qoyan Zəhradır. Aləmi insa onu tərif edib xətm-i rəsul. Odur iffətlilərin zinəti, Allahına qul. Bir hədis var, onu hər kim əgər etməzsə qəbul, ruzi məhşərdə köməksizdir, o kəs tənhadır. Mötəbər haqqın huzurunda, yəni rüsvadır. Onu sevsə yeri gəl mərtəbəyi əladır. Atası xətm-i rəsuldur, ağası Mövladır, mələkut əhlini heyrətdə qoyan xanımın aşıqı ki qəlbidə haqqın yaşadıb və bu aşıqlı ilə ləzzət-i imanı dadıb, İki dünyanı xudavənd ona xatir yaradıb. Kainat hörmət-i Zəhraya görə bərpadır. Qeyri söz söyləmirəm tərifinə, bicadır. Atası xətm-i rəsuldur, ağası Mövladır, mələkut əhlini heyrətdə qoyan Təbrizə, eşqidə sabit qədəm ol, eylə vəfa. Xanımın zikridir aləmdə sınıq qəlbə şəfa. Çün onu alilərin alisi xəlq etdi xuda. Sözün acizdir onun vəsfi üçün, eylə həya. Onu ki mədh qılan haqqı xuda yekdadır. İsmi mənalara məna gətirən mənadır. Atası xətm rəsuldur, ağası Mövladır, mələkut əhlini heyrətdə qoyan. Fəsad etdikdə o əhli zəlalət ya xanım Zəhra. Fəsad etdikdə o əhli zəlalət ya xanım Zəhra. Ədud din ilə etdikdə ədavət ya xanım Zəhra. Əgər qalsaydı öz canun səlamət ya xanım Zəhra. Xanım Zəhra vilayətin şəhididir. Əgər şəhid olmasaydı nə olardı? Onlar dinlə ədavət etdikdə. Əgər qalsaydı öz canun səlamət ya xanım Zəhra. Yəqin ki canə gəlməzdi vilayət ya xanım Zəhra. Vilayət olmazdı. Bir ömrü Həzrəti Taha sözün haqqın bəyan etdi.
Vəsiyyət canı verdikdə edib beyt əhlini getdi. Xəyanətkar hər kim sənə zülm etdi, incitdi. Səni peyğəmbər etmişdi əmanət ya xanım Zəhra. Kərəm təxtində izzətsiz, kəramətsizlər əyləşdi. Nəciblik bilməyən kəslər, səxavətsizlər əyləşdi. Məqamından ki yüksəkdə ədalətsizlər əyləşdi. Ayaqlar altına düşdü ədalət ya xanım Zəhra. Əgər bir kimsə İslamı şəhadətlə qəbul eylər, bir nəfər kəlmə şəhadət deyib İslamı qəbul eləyib, düşər bir öylə nöqsanə, ona lənət deyər göylər. İslamı qəbul eləyəndən sonra göylər ona lənət deyir. Niyə? Sənə zülm eyləyən şəxsin müsəlman olduğun söylər. Hüzuri həqqidə çəksin xəcalət ya xanım Zəhra. Əli övladları hər növ cəfalar çəkdilər qəmdə. Bir oğlun yar yavərsiz vəfa görmübdü aləmdə. Bir oğlun haqqın uğrunda şəhid oldu məhərrəmdə. Qiyamət gəlməmiş gəldi qiyamət ya xanım Zəhra. Dilimdə virdi zikrimdir o nurani müqəddəslər. Hüseyni rahi eşqində məhəbbət hər zaman bəslər. Sənin bu dərd və qəlbən gələr bu ağlayan kəslər. Edərsən rozi məhşərdə şəfaət ya xanım Zəhra. Edərsən rozi məhşərdə şəfaət ya xanım Zəhra.